Dostlar, xoş gördük hər birinizi. Bugün Koroğlu Bravo'nun parkingindəyəm. Çünki Zontesin yeni salonu buradadır. İndi sizə göstərəcəm salonu. Arxa tərəfdədir. Keçib salona indi bir motosikletlər sizə göstərəcəm. Buranı mütləq görməlisiniz. Nəhayət ki, çoxdan gözlədiyim andır bu Zontesin yeni modellərini çəkmək. Baxın dostlar, bunlar hamısı Zontesin ən yeni modellərdir 2026. Maxi skuturlardır. Texniki göstəricilər barədə birazdan sizə məlumat verəcəm. Bu möhtəşəmliyi gəlib görməlisiniz. Texniki göstəricilərinin hamısını deyə bilməyəcəm. Hissə çəkərəm. Baxın. Məndə əvvəl Zontes olub deyə tam arxayınlıqla, bunların keyfiyyətindən sizə deyə bilərəm. Yəni ki, sürmüşəm deyə. Əvvəl məndə olub Zontes Scrambler 155, indi isə bunların 200 kubu və 350 kubları gəlir. Dizaynında fərqlər var. Məsələn, ön disk qoruması da var. Gördüyünüz kimi açarsız daxil olma pultu da var. Bir ekran da dəyişib. Burada sonra Zontes'in 703 modeli var. Adventure. Gördüyünüz kimi. Və qeyd edeyim ki, bunların kamerası da var. Öndə, arxada zavod istehsalda. Bunların hamısı qoruyucu duqalardır, dumanlı işıqlardır. Hamısı zavod tərəfindən təhkim olunmuşdur. Yəni sonradan ehtiyac yoxdur, alıb üzərinə nəsə qoyasınız. Yan çantaları da bağladınız, vəssalam. Burada səs boğucunun birində, orada görsənir. Bunu çıxardanda səsi biraz da artır. Zontes klassiklərin təzələri. Bir də bunların gözəlliyinə baxın. Qiymətini hələ bilmirəm. Öyrənib sizə məlumat verərəm. Scramblerlərin təzələri. Mən hələ 2023-də almışdım. 2023-də sürəndə hələ çox razıydım. Bunlar biraz da təkmilləşibdir, biraz da güclənibdir. Bu isə Zontes'in sport modelidir. Təkərlərini görsün. Necə yumuşaqdırsa, beləsən dırnaq izi qalır. Və qeyd edeyim ki, zavod üzərində Michelin təkərlərlə gəlir. Və bunda nə demək olduğunu bilirsiniz də. Üzərində hamısı bahalı aksesuarlardır. Qeyd edeyim ki, bunda da kamera var, öndə, arxada. Ekranda dönmə işıqlar da var, yan güzgülərdə. Ekranda təkərin təzyiqinə qədər hər şeyi göstərir. Brembo əyləc bəndləri. Sadəcə olaraq gəlib görməlisiniz. Ola bilər ki, nəysə əksik dedim. Artıqdır ki, hələ mən ola bilər ki, əksik saymışam da. Bu Sport Touring modelinə baxın. Yan çantaları da bağladı üstünə. Vəssalam. Mən bugün 368E modeli haqqında istəyirəm sizə məlumat verim. Deməli, 368 kubdur. Hardasa bir 39 at gücüdür. Torku 40 Nm-dir. Su soyutmalıdır. İnjektor sistemi boşa məxsusdur. Mühərrik, doz mühərrikdir. CVT sürətlər qutusu avtomatdır. Ön şüşə elektron tənzimlənir, yəni düyməsi ilə endirib qaldırırsınız, düymə vasitəsilə. Yəni düşün, əllə qaldırım, endirim, yox. Bir dənə bu monitorunu sizə göstəreyim. Ekranında hər cür məlumat var. Təkərin təzyiqinə qədər, sonra bunda da yeri gəlmişkən
ön-arxa görüntü var. Yolları elə ki qeydə alır sürüşlər bizi. Sonra bir dənə bunun bagajının böyüklüyünə baxın, sizə bunu göstərim. Bir dənə işığını artırım. Bura bir dənə böyük full face dəbilqə yerləşir. Tək sürüşdə ponlu bir adam üçün bəs eləyir. Kaskasını qoydu ora, montun əlcəyini yığdı ora və salam da. Görüm, hə, bir dənə də qəşəng işıqlandırması var bagajına. Bu da açarsız da yeri gəlmişkən. Söndürəndə də buradan basırsan və salam söndü. Bunun da görürsünüz öndə kamerası var, arxasında da kamerası var. Bu bilirsiniz hansı adamlara. Sonra burada Zontesin o E modelidir. Bu 368K modelidir. Bu da rənglərdir. Bu ikisinin göy bir də ağ rəngi, bunun qara, bir də boz rəngi var. Nardo Grid'da bu. Çox qəşəng rəngli. Bu motosiklet, bu maxi skuterlar, mən hətta buna gəmi deyərdim. Bu bəlkə videodan ola bilər balaca görsənir, əslində böyükdür. Bu o şəxslərə xitab edir ki, belə deyək də, deyir ki, məsələn də mənə görüntü çox önəmlidir. Önəmlidirsə, çox gözəl video var və istəmir ki, zəncir təmizləsin, zəncir yağlasın. İstəmir ki, motosikletinə əlavə aksesuar olaraq bagaj bağlasın ki, xarici görünüşündə xarici görüntü istəmirəm də. Hər şey standart olsunsa, okey, bu odur. Bagajına nə istəyirsiniz, oturacağın altına yığırsınız və yolunuza davam edirsiniz. Görüntüsü də ki, super. Yer gəlmişkən, bunlarda rul qızdırıcı da var. Qış aylarında əliniz üşüməyəcək. Ondan əlavə görürsünüz ki, bu belə küləyə kəsmək üçün aksesuar da var. Bu üzərində bu saydıqlarım hər şey zavoddur. Qiyməti bunların 10.000 plus olmalıdır. Ola bilər ki, səhv deyirəm, yenə deyirəm, sadəcə olaraq salona yaxınlaşmalısınız, tanış olmalısınız motosikletlərlə və yerində qərar verməlisiniz, qiymətini danışmalısınız. Bayaq demək yadımdan çıxdı, bunun oturacağına əlavə öndə də ciblər var. Kaşlok qoy, telefon qoy, nə bilim, adaptör, çox şey, əməlli başlı. Bəlkə də 1 litr suda götürər bu. Yanacaq çənində səhv eləmirəmsə 17 litr olmalıdır. Onu bir dənə dəqiq yazaram sizə şərhdə. 17 litr olmalıdır. Bir də ki 100 kilometrə 3,5 maksimum 3,5 işlədə. Sözsüz ki o sürüşdən asılıdır. Normal sürüşdə 3 litr 400, 3,5 bu belə işlədəcək. Say bitməyən texniki göstəricilərindən demədiyim bir şey də var, unutdum onu. Bu maxi skuterda traction control var. O da nə deməkdir? Belə deyək də, yağışlı havada, nə bilim, qumlu yerdə arxa təkərin boş yerə fırlanmasın deyədir. Yəni belə deyək də, arxa təkərin sürüşməsini önləyən dartan sistemin adıdır. Traction controla qədər varıdır.